Allah insanda yaxşı niyyəti görsə, onu məsum eləyər. Bu nə deməkdir? Onu günahdan saxlayar. Allah görsə ki, yaxşı niyyəti var, yəni Allah qoymur insan günah eləsin. Yaxşı niyyətin olsa, səni təmiz saxlayar Allah. Günah eləyəndə bil ki, qəlbin o günah istəyib ki, Allah qoyub günah eləmsən. Elə belə deyil. Əgər insan günah eləyibsə, mənası budur, Allah baxıb qəlbinə görüb, bu elə içində də o günah istəyir. Ona görə qoyub eləyəsən. Əgər baxsaydı, görsəydi ki, sən içində istəmirsən, bunu eləmək, Allah qoymaz. Hədis deyir, qoymur günah eləyə. Başqa hədisdə buyurur, hər kəsin hüsnü niyyəti olsa, Allah ona tövfiq verər. Müvəffəqiyyət yaxşı niyyətə görədir. Allah baxır bir adamın yaxşı niyyət var, tövfiqat verir, müvəffəqiyyət verir. Allah baxır yaxşı niyyət var, deyir, elə eləyəcəm sənə nəsib olsun bu işi görmək. Xoş o niyyət sahiblərinin halına. Müvəffəqiyyət yaxşı niyyətdən asılıdır.